Salam dəyərli kanal izləyiciləri, gəlin davam edək Excel testləri ilə 201-dən 236-ya qədər olan testlərin izahına. 201-ci sualdan 206-ya qədər baxıram ki, cədvəl sualıdır. 201-ci sualda deyir ki, count D9, Y10, F7, F11 ifadəsinin qiyməti neçədir? Biz bilirik ki, count funksiyası saymaq funksiyasıdır. D9, Y10 diapazonunu götürsəm, baxın, bizdən bu diapazon, yəni bu aralığı istəyir. Bu 4-dür. Yəni buradakı 4 dənə burada rəqəm var. Üstünə gələcəm. F11. F7-dən F11-ə qədər də baxın bu aralıqdır. 1, 2, 3, 4, 5. 4 plus 5. Bu da bizə verir 9. Yəni düzgün cavab olacaq 201-də B variantı. Davam eləyək 202-ci sualına. 202-də deyir ki, sum C7, F7, D11 ifadəsinin qiyməti nəyə bərabərdir? Bilik ki, sum cəmləmə funksiyasıdır. Count saymaqdır, sum isə cəmləmədir. Və görürsünüz ki, diapazon deyil. Tək-tək xanaları götürür. C7-ni götürsə C7-im 3-dür. F7-ni götürsə F7-im 5-dir. 3 plus 5, 8. D11-im isə baxıram ki, 0-dır. Yəni, ona görə elə nəticəm olacaq 8. Yəni, C variantı. Daha sonra davam eləyək 203-cü sualına. 203-cü sualda deyir ki, C8 vuraq D10. Baxsam C8-in qiymətinə, C8-in 5-dir. D10-a vursam, D10-um da 1-dir. 5-i 1-ə vuracam, bu mənə verəcək elə 5-i. Üstə gələk. D11-i vurmalıyam F9-a. D11-im 0-dır. 0-ı da nəyə vursam elə 0 eləyir. Onun üçün elə bunun nəticəsi bər başdan mənə verəcək 5-i. Yəni 203-də düzgün cavab olacaq D variantı. Davam eləyək 204-cü suala. 204-cü sualda belə bir düstur yazılıb D12 xanasına. Və bu düsturun nəticəsini istəyir. Y8-i 21-ə bölsəm, baxıram ki, Y8-in nəticəsi 27-dir. Y11-də 3-dür. 27-ni 3-ə bölsəm, bu bizə verdi 9. 9 üstə gələk. D11-im neçədir? D11-im 0. 9 üstə gələk 0. Minus. C9-um neçədir? C9-um da 8-dir. Bundan da 8-i çıxsam, bu da bizə verəcək 1-i. Yəni, düzgün cavab olacaq 204-də D variantı. Daha sonra 205-ci sual. Deyir ki, C7 F11 funksiyası max nə idi? Ən böyük ədədi tapırdı. Yəni, diapazon üzrə maksimum ədədi tapır. Baxsam, C7-dən F11-ə qədər, baxın, burada başlayır F11, burada bitir. Yəni, ümumi, bax, bu diapazon üzrə məndən ən böyük ədədi soruşur. Baxıram ki, bunların içərisində ən böyüyüm elə 27-nin özüdür. Düzgün cavab olacaq B variantı. Daha sonra 206-cı suala baxsam, deyir ki, minimum E7 F11 funksiyası. Minimum da nədir? Ən kiçik ədədi tapır. E7-dən F11 aralığında baxıram ki, Y7 F11 diapazonu, baxın bu diapazondur. Burada ən kiçik ədədim neçədir? Baxıram ki, 1. 1-dən kiçik yoxdur. Ona görə düzgün cavab olacaq 206-da A variantı. Daha sonra baxsaq 207-ci suala. Deyir ki, şəkildəki fraqment hansı tab vərəqinə daxildir? Bilirik ki, avtosamdır, avtomatik cəmləmə funksiyasıdır, date time'dır. Bunlar hamısı aiddir nəyə? Formulas tab vərəqinə aid edilir. Daha sonra baxsaq 208-ci suala. Deyir ki, bu hansı bu tab vərəqi hansı qrupdandır? Bunu da dəfələrlə danışmışıq, keçmişik, dərsdə də izah eləmişdim mən. Yəni, bilməyənlər dərslərdən baxa bilər ki, textbooks-dur, hit and photo'dur, text qrupunda yerləşir. Daha sonra deyir ki, bu qrup şəkildəki fraqment hansı tab qrupuna, yəni hansı tabın qrupudur? Bu da outline qrupudur. Yəni düzgün cavab olacaq 209-da B variantı. Daha sonra 210-cu sual number qrupu. Number qrupu harda yerləşirdi? Hansı tabda yerləşirdi? Soruşur. Home tabında. Yəni ədədlərlə işləmək üçün nəzərdə tutulurdu. Dollardı, faizini tapırdı, kəsir ədədləri idi. Yəni, harada yerləşirdisə, home lent tabında yerləşmiş olacaq. Düzgün cavab A variantı. Daha sonra 211-ə baxsaq, 211-ci sualda deyir ki, yenə bu hansı tab lent tabında yerləşir? Baxıram ki, rotate fırlatmaq idi, qruplaşdırmaq idi, şəkili əvvəlindən, sonundan, belə deyək, yerləşdirməkdir. Bu da harada yerləşdi? Page layout'daydı. Baxın bu hissə. Daha sonra 212-ci suala baxsam, yenə cədvəl sualıdır. Deyir ki, uyğunluğu müəyyən elə.
Product x, y. Product nə idi? Vurma funksiyasıdır. Yəni diapazon üzrə x, y-ə qiymətlər verir. Deyir, cavabı tap. İndi x-a deyir ki, x bərabərdir y3-ə. Y3-üm neçədir? Baxıram ki, y3-üm burada 1-dir. F3-üm isə y3 F3 diapazonu, F3-üm isə 4-dür. Yəni bizdən baxın bu diapazonu istəyir. Y3 F3 diapazonu, baxın bu diapazon deyilə. Yəni başqa bir şey istəmir. Buradan da produkt 1-i 4-ə vursam, bu elə mənə verəcək 4-dür. Yəni 1-ə gedəcək y. Daha sonra baxsam 2-yə x, y 4-dür. X-im y4-dür, y-im isə f5-dir. Yəni y4-dən f5-ə qədər olan aralığı istəyir. Baxın bu aralığı istəyir bizdən. Baxın bu aralıq. Onda buradakı mən bu ədədlərin hasilini tapsam, 2-ni 3-ə vursam 6, 6-nı da 7-yə vursam 42. Baxın burada yoxdur. Yoxdursa mən bunu 0 qəbul edə bilmərəm. Yəni görməyəcək. Sadəcə olmayan xananı görmür. Boş kimi qəbul edir. Əgər 0 yazsaydı, nəticəm 0 olardı. Onda deyərdim ki, 2-yə c gedəcək. Ancaq burada 0 yazılmadığı üçün mən bunu boş olaraq qəbul edəcəm. Yəni 2-ni 3-ə vuracam 6, 6-nı 7-yə vuracam 42. Ona görə 2-yə gedəcək B variantı. Daha sonra bir də baxsam buradan C6, H6 diapazon üzrə. C6 nədir? Budur. Bu 0-da, H6 da boşdur. Yəni bu 0 olduğu üçün 0-ı nəyə vursam, elə nəticə 0 eləyəcək. Buna görə 3-ə də gedəcək C. Deməli 1Y, 2B, 3C düzgün cavab olacaq A variantı. Baxın bu formada. 212-ci sualın cavabı oldu A variantı. Daha sonra 213-ə baxsam, deyir ki, B13 xanasının qiymətini tapın. B13-ün qiyməti leftdir, A12 3. Left nə idi? Soldan kəsirdi. Right olsaydı sağdan kəsərdi. Nə qədər kəsir soruşsa, baxın burada 3 yazılıb. Deməli, soldan 3 dənə simvolu kəsəcək. A12 xanasında nə var? Interface sözünü başdan deməyək də soldan 3 vahid kəssə nə qalır? Int qalır. Yəni sol tərəfdən. Sağ tərəfdən olsaydı ace olardı. Left olduğu üçün mən cavab nəyə götürəcəm? Int. Yəni C variantını götürəcəm. Dediyim kimi, burada əgər right olsaydı leftin yerinə, onu da B götürə bilərdim. 213-də düzgün cavab olacaq C variantı. Daha sonra baxaq 214-cü suala. Deyir ki, C3 xanasına hansı nəticə alınacaqdır? C3 xanasında əvvəliyə A1, B3. A1 buradan elə bura qədər olan nəticəni istəyir. Əvvəliyə isə nə idi? Ədədi orta funksiyasıdır. Yəni cəmləyəcək və sayına böləcək. Onda bunun üçün mən buradakı ədədləri əvvəldə cəmləməliyim. 10, üstə gələk 20, üstə gələk 30, üstə gələk 4, üstə gələk 15, plus 23. Bu da neçəni verəcək? 30, 64, deməli 79, bu da 23. Bu da bizə verəcək 102. Və mən bunları bölməliyəm sayını. İstəyəndə 1, 2, 3, 4, 5, 6. 102-ni də 6-ya bölsəm, mənə verəcək 17. Düzgün cavab olacaq 214-də A variantı. Daha sonra baxsaq 215-ci sual nümunəsinə. Deyir ki, D1 oyğunda gəlin qeyd edək ki, D1-ə belə bir düstur yazıb. Dollar, deməli A, dollar 1, vuraq B1, üstə gələk C2. İndi deyir ki, daha sonra D2 oyğuna köçürülmüşdür. İndi gəlin bunu D2 oyğuna köçürək. Mən baxıram ki, sütun üzrə hər hansı formada dəyişiklik yoxdur. Yəni sütunu dəyişdirməyəcəm. D olduğu kimi qalacaq. Və burada sətrin qarşısında dollar var deyə, birincidə mənim nə sütunum, nə də sətrim dəyişməyəcək. Dollar A, dollar 1. Daha sonra vuraq B, dedim sütun dəyişməyəcək. Amma burada 1-dən 2-yə keçibsə, bu da B1-dir, olacaq B2. Üstə gələk C olduğu kimi qalacaq. 2-dir, 1 vahid artıb olacaq C3. Onda mən bunun nəticəsini tapsam, A1-i vuracaq B2-yə. A1-im 1-dir, B2-im də 5-dir. 1-i 5-ə vursam, elə mənə verəcək 1-i. Üstünə gəlsəm C3-ü. C3-üm neçədir? 9. 1, o da 9. Düzgün cavab eləyir. Düzgün cavab eləyəcək. 1-i 5-ə vurdum 5. Üstünə 9 gələcəm. C3-üm 9-dur. Yəni 5 plus 9 nəticə olacaq 14. Yəni C variantı. Daha sonra baxsaq 216-cı suala. Gəlin davam eləyək 216-cı sualına. Deyir ki, A5 xanasına düstur daxil edildikdən sonra A5 xanasının qiyməti neçə olar? Baxıram ki, A5-də nə var? A2 vuraq 3. A2-miz də 3-dür. 3-ü 3-ə vursam, bu mənə verdi 9.
9 üstə gələk. B4 bölünsün 2. B4'üm 6'dır. 6'nı 2'yə bölsəm mənə verdi 3. Çıxaq. İndi buranı yerinə yetirməliyik. C1'dən B4'ü çıxsam, C1 5'dir. 5'dən B4'ü, yəni 6'nı çıxsam -1. -1 üstü, baxın bu qüvvət deməkdir. -1 üstü 2 elə mənə 1'in özünü verir. Bundan da 1 çıxsam, 12, 12'dən də 1 çıxsam, cavab eləyir 11. Yəni 216 düzgün cavab olacaq. D variantı 11. Baxsam 217-ci suala nə deyir? Hesablamaların nəticəsi hansı ardıcıllıqda düzgün verilmişdir? Gəlin baxaq birinci A5'i tapaq. A1, A4. Count A1'dən A4'ə qədər. Yəni, baxın bu aralığı istəyir bizdən. Burada da 1, 2, 3, 4 dənə yəni qiymət var. Ona görə 4 dənə qiymət varsa mən bunları ata bilərəm. Yəni ardıcıllığı istəyir də, o C-ni atmamalıydım. Baxıram ki, ya C-dir 4 ilə başlayan, ya da D-dir. Yəni ya C-dir ya D-dir. İndi baxsam average B1, B4'ə. Average bilirik ki, nə idi? Ədədi ortadır. Toplayacaq, sayına böləcək. 2, 4, 6, 6, 12, bu da 8, 20 eləyir. 20'ni bölsəm 1, 2, 3, 4'ə mənə verir 5'i. Deməli 4 daha sonra 5 gəlməlidir. Onun üçün düzgün cavab olacaq D variantı. Baxın burada 1 gəlib. Ona görə C-ni attım. Əgər burada baxası olsaq, C1'dən C4'ə qədər minimum olanı, yəni ən kiçiyi neçədir? 1'dir. Ona görə ardıcıllıqda ən sonuncu olacaq 1. Yəni düzgün cavab 217 olacaq D variantı. Daha sonra buradan baxsaq 218-ci suala deyir ki, aşağıdakı şəkildə təsvir olunmuş fraqment hansı tab vərəqindəndir? Baxıram ki, bu hansı tabdır? Belə deyək də, biz müəyyən fayllar şəklində göstərə bilərdik. Bu da data. Baxın, elə burada data sözündən data var ki, data buradan bu sözdən yadda saxlaya bilərsiniz ki, data tabına aiddir. Daha sonra 219-cu sualda baxıram ki, C14 xanasının nəticəsini istəyir məndən. C14'də də deyir ki, average C12, C13. Ona görə biz əvvəlcə C12'ni və C13'ü tapmalıyıq. C12'də nə istəyir? B12 ilə B14'ün minimumu. Yəni, baxın, buradan bu aralığa qədər ən minimum elementim neçədir? 2'dir. Daha sonra C13'də isə A12 ilə A14 arasında olan maksimum ədəd istəyir. Burada maksimum ədədim 6'dır. Onda C12, C13. 6 ilə 2'ni cəmləsəm 8 eləyir. 8'i də 2'yə bölsəm mənə verəcək 4. Ona görə 219'da düzgün cavab olacaq nə? C variantı. Daha sonra davam edəcəm 220-ci sualına. 220-ci sualda deyir ki, C3 xanasında hansı nəticə alınacaq? Deyir ki, C1 vuraq C2'dir. Yenə mən əvvəlcə bunları tapmalıyam. Daha sonra gəlib buradan C3'ün qiymətini tapa bilərəm. C1'də deyir ki, B1 üstə gələk A1. B1'im 2'dir, A1'im də 10'dur. 10 plus 2 mənə verdi 12'ni. C2'də də deyir ki, A2 minus B2. A2'miz 20'dir, B2'miz 15'dir. 20'dən 15'i çıxsa mənə verdi 5'i. İndi 5'i də 12'yə vursam, mənə neçə verir? 60 verir. Yəni, C3'ün nəticəsi olacaq 60. 220'də düzgün cavab olacaq B variantı. Daha sonra 221'ə baxsam, deyir ki, A1, B1, C1, D1 oyuqlarının qiymətləri neçə olar? A1'də deyir ki, B2 plus C2. B2'miz 2'dir. 2'nin üstünə gəlsəm C2'ni, yəni 4'ü, bu mənə verəcək 6'nı. Onda A1'in nəticəsi olacaq 6. Daha sonra baxsam, 6 ilə başlayan cavablarımda mən bunları atacağım. Ya A'dır, ya da D'dir. Daha sonra baxıram B1'ə. C1 plus B2'ni istəyir. C1'in bilmirəm. İndi C1'i tapacağım. A1 çıx C2'dir. A1'im 6'dır. A1'im 6'dır. C2'im də 4'dür. 6'dan 4'ü çıxsam, bu mənə verir 2. Aha. Deməli, C1'i tapdım. İndi B1'i tapa bilərəm. B1'də deyir ki, C1 plus B2. C1'im 2'dir. B2'im də 2'dir. 2 plus 2, 4. Onda 6, 4, 2 ilə başlayan bir cavab olmalıdır. O da hardadır? A variantındadır. Buna görə 221'də düzgün cavab olacaq A variantı. Davam eləyək 222-ci sualla.
222-ci sualda baxıram ki, deyir ki, D2 oyğunda olan formulu. D2 oyğunda baxın bu düsturdur. Qeyd eləyək ki, D2 bərabərdir A2 vuraq dollar C dollar 2. Deyir ki, bu düsturu Y3 oyğuna köçürən zaman nəticə necə olacaq? İndi mən bunu Y3-ə köçürsəm, baxıram ki, D-dən belədir də ardıcıllığımız. A, B, C, D, Y. Baxın, D-dən Y-yə gedib. Onda A-dan nəyə gedəcək? B-yə gedəcək. Düzdürmü? Sətirlərim də 2-dən 3-ə gedibsə, onda bu da 2-dən 3-ə gedəcək. Yəni, bir vahid artacaq. Vurulsun. Artıq bu hissəm, baxın, bu hissəmdə hər iki tərəfdə dollar var deyə, bunlar olduğu kimi qalacaq. Yəni, vuraq, deməli, dollar C, dollar 2 olduğu kimi qalacaq. B3 vuraq, dollar C, dollar 2. Düzgün cavab olacaq 222-də Y variantı. Daha sonra davam eləyək 223-cü sual nümunəsi ilə. Deyir ki, şəkildə Excel'in hansı elementdir bu? Paste all varsa, lap elə buradan tapa bilərik və yaxud clear all təmizləmək deməkdir, paste yapışdırmaq. Yəni, mübadilə buferidir. Deyir ki, mübadilə buferində olan elementləri bax, yapışdıra bilərsən, təmizləyə bilərsən. Deməli, hansı elementdir? Mübadilə buferi. Düzgün cavab olacaq 223-də D variantı. Davam edək 224-cü sualına. Deyir ki, verilmiş ədədlərin sayını tapmaq üçün D14 xanasına hansı funksiya yazılmalıdır? D14 xanası buradır. Ədədlərin sayını tapan hansı idi? Count funksiyası. Ona görə mən C ilə D-ni birbaşa atacağım. Və baxıram ki, ədədlərin sayını tapmaq üçün mən əvvəlcə bu hissəni bütöv bir funksiya kimi götürə bilərəm. Yəni, bir diapazon deyək, aralıq deyək. Bir diapazon kimi düşünsəm, onda C11, D13 diapazonu olaraq buranı adlandıra bilərəm. Onda C11, D13 diapazonunu götürəcək. Bəs burada qalan mənim bir də 65-im, yəni C14-üm var axı. Və bu hissə, baxın, D14 hissəsi boş olduğu üçün bura düstur yazılacaq. Mən C11, D14 aralığı götürə bilmərəm. Ona görə C11, D13 diapazonu götürdüm və bu C14-ün özünü isə tək götürəcəm. Yəni, bunu artıq tək götürməliyəm mən. Yəni, D14 olmadığı üçün onu bir diapazon kimi düşünə bilmərəm. Ona görə baxıram ki, düzgün cavab olacaq B variantı. Yəni, C11, D13-ü bir götürəcəm, bir də C14-ün özünü götürəcəm. Yəni, 224-də düzgün cavab olacaq B variantı. Daha sonra baxsaq 225-ci suala. Deyir ki, P6 xanasının nəticəsi necə olar? P6-da da deyir M5, O6. Average də nə idi? Ədəd orta. Yəni, cəmləyib sayına bölürdü. İndi biz əvvəlcə M5, O6 diapazon üzrə olan ədədləri tapmaq. Yəni, buradan buradır da. Bunun üçün əvvəlcə O5-i tapmalıyıq. O5-i bilmirik yaxı neçədir. O5-də deyir ki, M5 vuraq 4. M5-im 9-dur. 9-u 4-ə vursam, bu bizə verəcək 36. Daha sonra buranı tapsam, deyir M5 çıxaq N6. M5-im də 9-dur. 9-dan da N6-nı, yəni 5-i çıxsam, mənə verəcək 4-dür. Aha, hal-hazırda mən indi bunların ədədi ortasını tapa bilərəm. Yəni, cəmləyəcəm, sayını böləcəm. 36 plus 4, 40, 49, bu da 5, 54 eləyir. 54-ü də bölsəm 4-ə. 54-ü də bölsək 4-ə, yəni sayına. Bu da bizə verəcək 13 tam. Onda 5-i. Yəni 225-də düzgün cavab olacaq C variantı. Daha sonra baxsaq 226-cı suala. Deyir ki, Excel'də neçə görünüş rejimi var? Excel'də 4 dənə görünüş rejimi var. Yəni 226-da düzgün cavab olur D variantı. Əgər soruşsa ki, hansı görünüş rejimləridir? Deyəsə normal görünüş rejimi var. Page layout görünüş rejimi var. Səhifə maketi görünüşüdür. Page break preview var. Səhifəni belə deyək, bölmək, kəsmək üçün istifadə olunur. Əsasən çap zamanı istifadə olunan görünüş rejimidir. Bir də custom views var ki, bu da xüsusi görünüş olaraq adlandırılır. Yəni düzgün cavab olacaq 226-da D variantı. Daha sonra deyir ki, Excel'də düsturun daxil edilməsi necə yekunlaşdırmaq olar? Ya enter düyməsini vuraram, ya da burada ki, bu işarəni vuraram. Yəni bu da hardadır? 3-də.
Vuraram ki, düsturla işim yekunlaşıb. Yəni 227-də düzgün cavab olacaq D variantı. Klaviaturadan desə enter, yəni düyməsini mən vura bilərəm. Daha sonra baxsaq 228-ci suala. Deyir ki, bu əməliyyat yerinə yetirildikdən sonra nəticəsi nə olacaq? Sam B2, D3. B2-dən D3-ə qədər. Cəmləsək, baxın, buranı istəyir. Bu ardıcılığı istəyir məndən. Yəni, buranı cəmləməliyəm. Onda 6, 8, 14, bu da 8, 22, bu da 3, 25, 28, bu da 4, 32. Düzgün cavab olacaq D variantı. Daha sonra baxsam 229-cu suala. Deyir ki, verilən cədvəldə D6 və D8 xanalarının qiymətlərini ardıcıllıqla yazın. D6-nın qiymətinə baxsaq, 6A10 aralığı üzrə, diapazonu üzrə minimum ədəd istəyir. Yəni, buradan bura qədər ən minimum ədəd neçədir? 3-dür. 3-dən başlayacaq. Ya 3-2-dir, ya da 3-4-dür. Daha sonra baxıram. Count B7, C8. B7 ilə C8-i bizdən saymağımız istəyir. Yəni, diapazon deyil ki, bir B7-ni götürəcək, bir də C8-i götürəcək. İstəyir 2 dənə. Yəni, 3 və 2. Düzgün cavab olacaq A variantı. Daha sonra davam edəcəm 230-cu sualla. Deyir ki, cədvəldə verilənlərə görə 6 xanasının qiyməti nəyə bərabər olar? Bizdən A6-nı istəyir. Count A2, C5. A2-dən C5-ə qədər. Yəni, buradan baxıram ki, bura qədər olan, belə deyək, ədədlərin məndən qiymətini istəyir. Və count baxıram ki, tək yazılıb. Əgər count A olsaydı, bütün hamısını sayardı. Amma tək count yazılanda ədədləri istəyir mənə. Yəni, sırf ədəd tipində, rəqəm tipində olanları götürəcəm. Ki, int tipi də 32-ni götürə bilərəm. 8-i götürəcəm. 18-i götürəcəm 3, 45, 4, 14. Bir də 6-nı götürəcəm. 1, 2, 3, 4, 5, 6. Düzgün cavab olacaq 230-da B variantı. Daha sonra davam eləyək 231-ci sualla. Deyir ki, count A2, A11. A2-dən A11-ə qədər olan yenə nələr istəyir bizdən? Ədədləri istəyir. Deməli, A2-dən A11-ə qədər. Baxın, bunu istəyir bizdən. Burada da ədəd olaraq mən baxıram ki, nə var? Bir dənə 12 var. Yəni, ədəd olan bu aralıqda götürəcəm mən bir dənə 12-ni. Saydı bunu. Daha sonra B1-dən D11-ə qədər. Yəni, buradan baxın, bu aralığı istəyir. Bu aralıqda olan ədədlərim 50, 58, gözümdən yayılan ədəd olsa qeyd eləyərsiniz. Daha sonra 68, 70. Baxıram ki, və bir də bunu nəzərə alaq ki, ədədlər sağ tərəfdə dayananlardır. Yəni, sol tərəfdə olanlar mətn tipidir. Ədəd tipi deyil. Ona görə mən bu 1996-dır, bu 787-dir. Bunları götürməyəcəm. 15-i götürdüm, 223-ü götürdüm, 6-nı götürəcəm, 73-ü götürəcəm və salam. Neçə olacaq? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bir dənə də buradan var idi, 10. Yəni, 231-də düzgün cavab olacaq B variantı. Deməli, bu hissəni bir də deyim ki, ədədlər yadda saxlayın ki, sağ tərəfdə dayananlardır. Yəni, baxın, bu formada sol tərəfdə dayananları biz ədəd tipi yox, mətn tipi olaraq, yəni STR tipi kimi, sətr tipi kimi qəbul edirik. Daha sonra 231 getdi. Davam eləyək 232-ci sual nümunəsi ilə. Deyir ki, düsturun qiyməti neçə olar? A1, A3. A1 ilə A2 cəmləyəcək. A1-im 10-dur, A3-üm 20-dir. Bu bizə verəcək 30-u. 30 üstə gələk. B1, B3 diapazondur. B1-dən B3-ə qədər. Yəni, bax, bu diapazonu istəyir bizdən. 2, 4, 6, bu da 6, 12. 30 plus 12 üstə gəlir. C1-im neçədir? C1-im 1-dir. C3-üm də 5-dir. Üstə gəlir 6. 30 o da 12. 42. Bu da 6. 48. Düzgün cavab olacaq 232-də D variantı.
Daha sonra baxsaq 233-cü suala. 233-cü sualda deyir ki, saham C2 C3 düsturunun qiyməti 7-yə bərabərdir. Yəni C2 plus C3-ün qiyməti bərabərdir 7-yə. İndi mənə deyir ki, average C2 C4 düsturunun qiyməti 6-dır. Average nə idi? Ədəd orta. Onu da qeyd edəcəm ki, C2 plus C3 plus C4 diapazonda axı. Böləcəm sayına, yəni 3-ə, bərabər eləyəcəm 6-ya. Aha, mən onda buradan C2 plus C3 plus C4'ü riyazi qaydaya əsasən 18-ə bərabər eləyə bilərəm. Onda C2 plus C3-ün qiymətini bilirəm ki, 7-dir. C2 ilə C3-ün yerinə 7 yazsam, bu C4'dür. 7 plus C4 bərabərdir 18-ə. Onda buradan C4 nəyə bərabər olacaq? 11-ə. Elə bizdən də C4'ün qiymətini istəyirdi. Düzgün cavab olacaq 233-də A variantı 11. Daha sonra baxıram 234-cü suala. 234-də deyir ki, Excel-də daxil edilən düsturu necə ləğv etmək olar? Ləğv etmək üçün, yekunlaşdırmaq üçün bu işarə idi. Ləğv etmək üçün də baxın bu X-ə oxşayan delete işarəsidir ki, bunu vurmaqla ləğv eləyə bilərəm. Yəni 234-də düzgün cavab olacaq 2, B variantı. İndi davam edək 235-ci sualla. Deyir ki, A1 bərabərdir 2-yə, B2 3-dür, C4 5-dir. A7 xanasında olan düsturun qiymətini istəyir bizdən. Power B2 2, B2 3-dür. Power nə idi? Qüvvət funksiyası. Yəni, bu deməkdir ki, 3 üstü 2. 3 üstü 2 də bizə neçəni verir? 9-u verir. 9 üstə gələ C4. C4'üm neçədir? 5-dir. 9 üstə gələ 5. Bu bizə verəcək 14'ü. 14'dən çıxacam A1'i, yəni 2-ni. Bu da mənə verəcək 12-ni. Yəni 235-də düzgün cavab olacaq B variantı. Daha sonra baxsam 236-cı suala. Deyir ki, bunlardan hansı qarşılıq ünvandır? Qarşılıq ünvan ya sətrin qarşısında dollar var idi, ya da sütunun qarşısında. A variantına baxsam, A variantı qarşılıq ünvan deyil, mütləq ünvandır. Yəni hər ikisinin qarşısında dollar var. Ona görə bunu çıxdım. B variantına baxsam, sütunun qarşısında yoxdur, sətrin qarşısında var. Elə düzgün cavab B variantıdır ki, bu qarşılıq ünvandır. C variantı bu formada yazılış doğru deyil. D variantı da bu formada, yəni dollar işarəsi sətirdən sonra yox, əvvəl olmalıydı. E variantı da adi bildiyimiz nisbi ünvanlardır. Ona görə düzgün cavab olur 236-da B variantı.